Süni intellektin sürətlə inkişafı foto və videoların, məqalə və digər kontentlərin hazırlanmasını heç vaxt olmadığı qədər asanlaşdırıb. Artıq elə görüntülər yaradılır ki, onları real fotolardan ayırt etmək bəzən mümkün olmur. Bu ise xəbər portallarında, sosial mediada və müxtəlif onlayn mənbələrdə dəqiqliyin və etibarlığın getdikcə zəifləməsinə səbəb olur. Süni intellektlə hazırlanmış vizuallar yanlış məlumatların yayılmasını sürətləndirir. Reallıqla saxta məhsulları ayırt etməyin çətinləşdiyi bir dövrdə belə görüntülərin təhlükələri əvvəlkindən daha ciddi və daha geniş miqyaslıdır. Son günlərdə biz dünyanın müxtəlif yerlərində, qaynar nöqtələrdə süni intellektlə generasiya olunmuş deepfake foto və video materiallardan necə geniş istifadə olunduğunun şahidiyik. Məsələn, Venezuelada keçirilən əməliyyat zamanı elə ilk saatlarda Maduro'nun DEA'nın əməkdaşları tərəfindən necə aparıldığının fotosu yayılmışdı. Həddindən artıq realist fotoydu. Çoxları hətta Azərbaycanda da bunu paylaşmışdı. Amma tezliklə məlum oldu ki, yox, bu deepfake'dir, süni intellektlə generasiya olunub. Əslində Maduro'nun DEA yox, Delta yaxalayıb, əynində tamam başqa paltar olub və ümumiyyətlə vəziyyət başqa olub. İranda isə biz bunun tamam başqa miqyasda və daha ustalıqla tətbiq edildiyinin şahidiyik. Hadisələrlə bağlı xeyli deepfake videolar, fotolar yayılır və bunları reallıqdan fərqləndirmək çox çətindir. Hətta peşəkar gözü üçün də çətindir. Saxta məlumatların yayılması qlobal miqyasda ciddi problemə çevrilib. Belə bir kontekstdə media savadlılığı 21-ci əsrin ən mühüm kompetensiyalarından biri kimi formalaşır. Media savadlılığı fərdlərin informasiya mənbələrini tənqidi təhlil etmək, saxta xəbərləri aşkar etmək və manipulyativ təsirlərdən qorunmaq bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Bu bacarıq həm şəxsi, həm də ictimai qərar qəbul etmə proseslərinin keyfiyyətini yüksəltməklə cəmiyyətin informasiya təhlükəsizliyinə əhəmiyyətli töhfə verir. Əgər aldanmaq istəmiriksə, əgər biz də həmin manipulyasiyaların içinə düşmək istəmiriksə, mütləq süni intellektlə generasiya olunmuş materialları real çəkilişlərdən, real foto və videolardan fərqləndirməliyik. Amma bunu demək asandır, eləmək təbii ki, çətindir. Həmin materialları paylaşanlar ümumiyyətlə yaxşı olar ki, mən birinci olum, mən tez paylaşım, birinci məndən çıxsın məntiqi ilə yox. Bu doğrudan da deepfake-dirmi sualını qoyaraq onu paylaşsınlar. Bəli, deepfake-i də paylaşmaq olar. Artıq bundan qaçmaq yeri yoxdur. Bu bizim həyatımızın bir parçasıdır. Bundan yayınmaq olmaz. Və əgər illüstrativ xarakterlidirsə, təsəvvür yaratmağa xidmət eləyirsə hadisələrin haqqında, müəyyən qədər hətta başa da düşülə bilər. Amma bir şərtlə, burada bir informasiya etikası olmalıdır və mütləq süni intellektlə generasiya olunmuş videonun, fotonun mənbəyini göstərmək lazımdır. Bunu eləmədən paylaşan insan deməli özü də ya həmin manipulyasiyanın qurbanıdır, ya da manipulyasiyanın iştirakçısıdır, ikisindən biridir. Biz artıq bu tip materiallarla işləməyi, yaşamağı öyrənməliyik. Necə ki, yoluxucu xəstəliklərlə yaşamağı öyrəndiyimiz kimi. Qeyd edək ki, ölkəmiz daxil dünyanın bir çox yerində süni intellektlə yaradılmış saxta xəbərlərə qarşı mübarizə aparılır. Hətta Prezident İlham Əliyev 2025-ci il martın 19-da Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasına təsdiq edən sərəncam imzalayıb. Bu sərəncam Azərbaycan Respublikası ərazisində süni intellekt texnologiyalarının mütərəqqi tətbiqlərinin sürətləndirilməsini özündə ehtiva edir. Bu sahədə tədqiqatların aparılmasını, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, habelə ixtisaslı kadr potensialının gücləndirilməsini təşviq edir. Sərəncama əsasən Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidməti üzərində öhdəlik yaranır ki, o, dövlət qurumlarında süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini aparsın. Süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.